Salam dostlar. Deməli bu dərsimizdə belə deyək, növbəti CTF-i mən sizə başa salacağam. Burada Bulldog CTF-i də gördüyümüz kimi hər CTF-in özünün kuralları var və o kurallara uyğun olaraq boşluqlar, yəni boşluqlar üzərində tədqiqatlar aparırıq. Çalışın like verməyi unutmayın. Mən inşallah daha irəli mövzulara toxunacağam zamanla. Və bu CTF-i də mən ilə keçən göstərdiyim kimi GoldenEye yüklədiyim yerdən bax buradan yükləmişəm. Bulldog 2 və gəl aşağıda download-a vururuq və yüklənmə gedir. İndi məndə var deyə yüklənmirəm. Yüklənmə getdikdən sonra ekranda üzərinə 2 dəfə tıkladıqda virtual maşın necə Bulldog-dakı kimi düşür bura. Yəni burada daha doğrusu bax bu hissəyə. Və ondan sonra açırıq təbii ki. Bulldog belə açılır. Təbii ki mən burada belə qoymuşam, misal göstərirəm. Burada network bridge olmalıdır. Yəni tanısınlar deyə birini, onu ilk dərslərdə mən demişdim. Aşağı atırıq və gəlirik Kali Linux'a. Təbii ki, Kali Linux'un da şəbəkəsi networkda bridge olmalıdır, yəni most. Ki tanısın biləni. İndi Kali Linux'a start verirəm. Gələcəkdə inşallah mən zamanla irəli mövzulara toxunacağam. Yəni çalışın like verin, nə qədər kommentlər yazarsınızsa onları zamanla çalışacağam belə deyim, cavablayım inşallah, cavablandırım. Suallar olarsa Instagramda, həmçinin TikTokda da fəaliyyətimiz var. Oradan suallar verə bilərsiniz. Zaman tapdıqca hamısını cavablandıracağam inşallah. CTF-lərin hərisi bir-birindən fərqlənir. Belə deyək oldu da. Yəni hər CTF-in özünün kuralları necədir? Məsələn, bir CTF-də əgər 22 qapısı, yəni SSH qapısında boşluq varsa, digərində fərqli ola bilər. Bu da bir növ bacarıqları, yəni inkişaf elətdirir. Yenə deyirəm, keçən dərslərdə mən GoldenEye CTF-ni, yəni belə deyim, istifadə edib ona hücum etdiyimiz zaman mən başa salmışdım ki, tam bir CTF-lə hacker olma olmaz, amma müəyyən qədər bacarıqları inkişaf elətdirir. Təbii layihələr lazımdır, irəli getmək lazımdır. Daim bax bu işin kuralları belə deyək budur. Mən indi emin yazıram burada təbii ki və root passwordumuzu yazacağam və gələm sistemə. Sistemə gəldikdə gəlin indi Bulldog CTF-ində olan, yəni boşluqdan istifadə edib sızmağa çalışaq. Yəni sızma test eləyək. İndi mən gələm bura. Demək ki, burada belə bir kural var. Misal göstərirəm. Birinci növbədə Bulldog CTF-inə lazım olan burp suite lazımdır bizə. Biz burp suite bu dərsdə quracağıq. Və niyə lazımdır onu başa salacağam. Birinci növbədə gəlirik bura. Burp'umuzu quraq. O bir dəfə qurulur zaten. Kali Linux'da burp suite verirsiniz və burp suite belə deyək də açılsın. Ferox Buster. Ferox Buster bir dənə baxaq. Yox, Ferox Buster yox, üz istəyirəm. Ferox Buster neydi? Burp suite, Foxy Proxy. Foxy Proxy, gəldi. Burp suite Foxy Proxy eləyəndə, burada indi bir dənə baxaq. Gəlməlidir burada. Onun saytı var. Bir də Foxy Proxy ya da Burp suite yazaq. Çünki biliyorsun yerləri dəyişir on. Çünki Foxy Proxy proxy bir də üzr istəyirəm. Elə bura belə yazaq, bəlkə belə gəldi inşallah. Foxy Proxy, bu Türkiyəyə keçirik. Yəni buradan Türkiyəyə keçəndə ya da bir dənə baxım o birisinə. Çünki bunların yerləri dəyişir. Yuxarıdakına keçməliyik, üzr istəyirəm. Add to Firefox, yəni Firefox-a əlavə et, add edirik. Add etdikdən sonra pin toolbar edirik. OK. OK eləyəniz bu nədir o? Türkiyə düşür bura. Optiona giririk və OK vururuq. OK vurandan sonra proxy, proxy-minə add burp suite yazırıq bura. Burp suite. Yəni burp suite mütləq şey. Üzr istəyirəm yazmayıb ki. Bir dəqiqə. Burp suite. Burp suite yazdıq. Burada hostname 127.0.0.1 yəni lokal IP yazıram və 8080 proxy nömrəsi qoyuram və save edirəm. Etdikdən sonra bu yetmir. Biz gəlməliyik bura yazırıq 127.0.0.1 bölünmüş 80-80. Təbii belə bir şey yazırıq. Üzərinə vururuq. Təbii heç nə göstərməz. Biz nə edəcəyik? Gəlir bura, burp-ü yandırırıq. Bütün yəni Kali Linux'un hamısında burp suite var. Yəni testlər məqsədi orada var. Yəni belə deyim də yüklü gəlir. Burp suite çox gözəl sistem, yəni proqramıdır və tokenlərlə, token dəyişikliyi və yaxud orada hər hansı biz keçəndə GoldenEye-da nə etmişdik? Məsələn, hansı bir belə deyək, kriptoqrafik oxunmalarda bizə kömək olur. Yəni geniş bir proqramdır. Bunun haqqında geniş məlumat da verəcəm. Gəlirik indi bu hissəyə OK. OK eləyəndən sonra isə bax buradan üzr istəyirəm onu biraz beləyək. Və gəlirik bu hissəyə və buradan proxy bölümünü yandırırıq. Inceptor. Proxy-yə girib Inceptor-ı yandırırıq.
Tak belə vururuq, sertifikat gəlir. Sertifikata vurduq, sertifikat yükləndi. Sertifikat yüklənəndən sonra settings, ayarlar bölümünə giririk. Ayarlar bölümündən privacy and security ora giririk və burada aşağı düşürük. Bir dəqiqə, burada indi biz aşağı view sertifikat, sertifikatın qoyulması və buradan import, həmən sertifikatı yüklə. Həmən sertifikat ilə bura çıxır, bura qoyuruq, open. Hər ikisinə işarə qoyuruq. Və OK və əla. İndi gəlir bura, yadda saxlayın. İstifadə eləmədikdə purpose burada disable'da qalsın. İstifadə edəcə burada qalsın, çünki trafiyə yüklüyür. Mən indi gələm buradan görə düzgün oldu. Purpose-ü yandırıram. Bax, vurdum, görürsünüz, burp yandı. Yanandan sonra burada da proxy-ni Inceptor-dan yandırıram. Burada verdiyim sorğular avtomatik bu tərəfə keçir. Bu bizə penetrasiyada çox lazım olur. Baxın, sorğular bura keçir və tokenlərin dəyişilməsi, irəli düzey biraz belə deyək də kiber təhlükəsizlik çox istifadə olunur. İndi mən həlli bunu Inceptor söndürürəm, bunu da söndürürəm, həlli bunu istifadə eləmirəm deyə disable və bunları bir-bir bağlayırıq. İndi isə gəlirik penetrasiya eləməyə və test eləməyə bizim belə deyək Bulldog CTF-imizi. Bunu biraz belə bazarlaşdırım, üzr istəyirəm, burada biraz böyüdü. Gəlin baxaq, gəlir ZMap açır. Daha doğrusu ZMap açmamışdan öncə gəlin bir Net Discover eləyək. Net Discover-in IP-sinə baxaq. Təbii həmişəki kimi kurallara uyğun olaraq və baxırıq. Sudo su və root və clear. Yazıram net discover defs r 192.168. İndi məndə o IP oranıdır. Yəni mən onu keçən dəstədə başa salmışdım. Baxmısınızsa. .0/24 niyə lazımdır? Diapazondan bizim CTF-in IP-sini tapması. GMBH olan təbii ki bizim IP-dir. Yəni burada da 31-ə düşür. 31-ci dəqiqə yəni IP olan gəlir ZMap-ə. ZMap nədir? Scanning eləyir bizim portları, açıq portları bizə göstərir. Rootdan girir. Məsəl üçün burada təbii ki buradan open qalsın. 192.168.100.32 31 üzr istəyirəm. 31 və burada port scanning getdi. Vəsiyo, scanning eləyirik. Bu ümumiyyətlə buradan keçir bu hissəyə. İndi baxırıq. Deməli ZMap scannerdə görürük 80-cı port açıqdır. Təbii ki, mən bunu götürürəm. 80-cı port HTTP portdur. İlk dərsdə Ubuntu server dərsimizdə mən o portlar haqqında məlumatı vermişəm. Kimlər baxmırsa, yeni qoşulursa baxsın. Çünki bunlar bir-birinə belə zəncirvari bir quruluşa malikdir. İlk dərsdən baxaraq ardıcıl gedilməlidir ki, başa düşək nədən gedir söhbət. Yoxsa belə orta ayaq baş olanda heç başa düşmək olmur. Bax, bu da belə. İndi isə gəlib bunu qoyuram yan-yana. Və indi baxırıq. Yenə deyirəm, dərslərə baxarkən xahiş edirəm, like verməyi unutmayın, daha çox əhatəmiz olsun və Instagramda, TikTokda elə cybershield.com verəndə cybershield verəndə gəlir, orada baxa bilərsən. Hətta YouTube-un öz səhifəsində, bu informasiya səhifəsində orada mən bütün məlumatları yerləşdirmişəm saytımızda kimi. Yəni baxıb oradan əlaqə yarada bilərsiniz, yaza bilərsiniz, suallar verə bilərsiniz. Və burada görürük Bulldog CTF-in əslində register yeri var. Amma register yeri var, yeri yoxdur. Login yeri var. Necə register olacam ki, logindən çıxım? Belə bir sual. Belə olduğu halda CTF-lərdə bilərəkdən curl-la, yəni sorğu göndərmə yolundan qeydiyyat yönəldirlər və bu hər CTF-in kurallarını bildikcə artıq beynəlxalq sertifikatda da bunlar bizə kömək olur ki, nə işə yarayır, hansı proqram. Sudo su və root və clear. İndi isə mən burada curl, yəni sorğu verirəm. İngilislər buna curl deyir. Xət x, yəni sorğunu nə üzrə verirəm? Post, yəni gizli sorğu. Post get sorğular haqqında mən müəyyən qədər məlumat verəcəm gələcək dəstəmizdə. Onlar nədir? Məsələn, sorğunu veririk, belə deyək də olur da. Məsələn, sorğu hara gedəcək? Təbii ki, HTTP və bu hissəyə. Mən sorğu, yəni request göndərəcəm və orada mən bildirirəm ki, sorğu, misal göstərirəm. Burada əslində harda olacaq? Users, yəni istifadəçilər, sonra register, yəni qeydiyyatımız, depth hash, yəni content qoyacağım ora. Məsələn, content type tipi və orada application, indi başlayacağım da application JSON niyə görə qoyulur? İndi onu göstərəcəm, üzr istəyirəm. Application JSON yazırıq. JSON JavaScript Web Token kimi qiymətləndirilir. İndi o nəyə? Əslində tokendir. Yəni şifrələnmə deyək də Lori dildə ki, lap başa düşsün. Yəni burada mən çox elmi şeylərə bəzən toxunmuram. Çünki bəziləri elmi, yəni sözlə desəm belə çətin olacaq. Ona görə yeni başlayanlar və yeni gələnlər sahəyə xüsusən maraqlı olacaq və ona görə mən sadə
sözlərlə deyirəm. Emin. Məsələn, name Emin, vergül. Məsələn, username. Məsələn, deyək ki, username kim olsun? Məsələn, username olsun, misal, bu da olsun Emin. Fərqi nədir? Fərqi qoya bilərsin. İndi mən Emin qoymuşam. Username Emin, vergül, password. Password nə olsun? Password olsun, məsəl üçün olsun, belə deyək də, password da olsun Emin. Elə hamısı Emin. Burada da gəldi email. Ay, üzü istəyirəm bu klaviatura. Üzü istəyirəm klaviatura. Həlim deyək burada. Email emin@gmail.com və belənçi getdi və ən axırda bir dənə belə, bir dənə baxaq. Bədir, niyə görə? Yəqin səhvimiz var, indi düzəldərik. Biraz uzun olur, adam gözündən yayınır, harda nə səhv var. Təbii, üzü istəyirəm, çox uzundur. Başlayalım, oxumaq. Biraz adamı. Deməli, Carl-la sorğumuzu göndərdik. Carl X sorğumuz getdi. Bir dənə başa doğru baxaq. X post. Postdan məsələn HTTP 190.100 users register. Əla, bura kimi düz getmişik və biz istəyirəm. Bir dənə baxım görüm burada hash content type apply JSON. Aha, bu da düzdür. Və harda səhvimiz var? Gəlin bir baxaq. Mən geriyə doğru gedim. Həmişə kodlarda səhv olanda bir dəqiqə name bölmüş emin vergül username emin. Aha, username emin vergül password emin vergül email emin. Aha. Bildim harda səhv olub. Çünki orada biz şeyi göstərməmişik. Müəllicər. Baxın, aha. Amma göstərmişik orada. Və harda səhv ola bilər. Bet gateway niyə versin? Bir dəqiqə özü istəyəm. 100.31'də users register'da. Aha. Bir dəqiqə baxaq görək. Harada da tapacağıq. Heç Carl gönderdi X-la. Post gizli sorğunu. Bir baxmayım. HTTP 190.100.31 users. İstifadəçilər users'dır zaten. Register. Aha. Bura kimi düz gəldi. Sonra hash. Bir baxıram görüm. Hash. Məsələn hashda biz content. Aha. Contentdə görürsən bu boyu səhv eləmişəm. Ona görə həmişə diqqətlə baxın. Çünki insan yazanda biraz səhv edə bilər. Həmişə mən montaj etməyi sevmirəm videonu. Direkt yerləşdirirəm. Çünki burada rahatdır. Success. Deməli, burada səhvimiz nə idi? Contentə tutub bərabər yazmışam. Bu da hataya səbəb olub. Təbii olur insanı. Carl sorğunda postla hansı bizim sorğunu user istifadəçilər register qeydiyyat edir. Content type application JSON JavaScript web token. Yəni şifrələmə məntiqidir. Bunu yadda saxlayın. Ondan sonra name Emin. Vergül username istifadəçi Emin. Password Emin. Email, yəni özümdən bir fake qoyun da, yəni success oldu. Success oldusa, deməli name Emin, belə deyin də username Emin, password Emin. Gəlin baxaq. Emin qeydiyyat aldıq da özümüzü belə deyək Carl-la. Carl soru göndər. Emin. Aha, not now eləm. Aha, qeydiyyata düşdük. Logout eləm. Amma bu ilə biz kifayətlənmirik. Yəni Carl Bisney sorğunu göndərir. Və biz Carl-la necə soru göndərmə sistemi olur, onu da mən gələcək dərsdə başa salacağam. Anlayıram, bəziləri var, çox can atır öyrənməyə, maddi imkan yol vermir, mən anlayıram. Ona görə mən yerləşdirəcəm arzuda ki, insanlar öyrənə, maddi imkanı olmayanlar, ümumiyyətlə bu sahəyə marağı öyrənmək istəyənlər baxsın, öyrənsin, suallar versin. Təbii ki, bizim borcumuzdur, məsələn, hər bir halda insanlar öyrənmək istəyirsə, maraqları varsa baxsınlar. Yəni, inşallah hamı ürəyində istəyən arzusuna çatar. Və biz sorğunu Carl-la göndərdik. Postla verdik, qeydiyyatımızı aldıq. Bu ilə bitmir. Baxın, bu sorğu düzdür. Bura baxın diqqətlə. Görürsünüz. Dırnaq şərəfinə fikir verin. Bax, name bura bağlıdır. Username bura bağlıdır. Password bura bağlıdır. Email bura bağlıdır. Yəni bu JavaScript JSON-ın, yəni JavaScript web tokenin bir tokenləmə məntiqidir. Amma bu şifrələnir. İndi mən göstərəcəm. Buna belə eləyək. Gələk indi buradan bir website yandırırıq. Bax, diqqətli olun. Ondan sonra proxy bölümündən yuxarıda görsə targetin yanında proxy var website-də. Və gəlik oradan Inceptor'a keçirik. Inceptor ova 10 eləyirik. Və burada yazıram Emin. Düzdürmü? Aşağıda yazıram Emin. Çünki Emin də username password. Çak vururam. Oha, məlumat bura gəldi. Baba fikir. Ay, biraz çətindir. Düz istəyəm belə klaviatur, mouse biraz. Aha.
Gəlin böyüdək buranı. Görürük, məlumat gəldi. Görürsüz, token nə deyir? Post sorğusu gedib, HTTP 1.1 məlumat gedib. Hansı IP-dən 131? Təbii ki 31 bizimdir. Mozilla Firefox, yəni bizim browser. Yəni bu IP-dən gəl, loginlərdə nədir? Username, email, password. Bu bizim JSON-ın çıxardığı sorğudur. Yəni qeydiyyat edərkən saytda bax belə sorğulanır sistemlər. Tokenlərdə problem olsa hakerlər belə səviyyədə, yəni burada test eləmək üçün təbii etik çərçivədə bu tərəfə məlumat ötürür, orada dəyişir, bəzən tokenləri dəyişirlər, ötürür, buradan irəli addım verir, dəyişir, ID-lərə falan görə. Bu başqa temada başa salaram. Burada biraz da irəli getmək istəyirik. İrəli getməsi daha dərinə baxaq şifrələnməsinə. Yuxarıya kimi belə qaraldırıq. Sağ knopka. Do insert response to request. Görürsünüz, do insert-də gəlir. Response to this request. Yəni sorğunu biraz dərinləşdirməliyik. Enter. Yəni check vurdum klaviaturada. Forward. İrəli verirəm. İrəli verən kimi forward-dan irəli verdik. İrəli sorğular bizə göstərdi. Yəni deyir ki, bunun çıxdısı bax budur. Yəni şifrə. Biz biraz bunu belə mouse-la, belə ehtiyatla belə gətiririk bura və görürük nə? Bizim qeydiyyatımız doğrudan da curl-la gedən qeydiyyat JVT, JavaScript Web Token-lə, görürsünüz, token JVT. Bax belə şifrələnər. Bu şifrə əslində emin, user bayaq elədiyimizdir. Yəni bütün saytlarda belə də şifrələnər. Aşağıda isə açıqlamasıdır. Name, emin. Username, emin. Nəsə email bu standart userdur. Admin deyil. İndi biz eləyəcəyik bunu level'ını artırıq, admin eləyəcək. Səbəb tokeni dəyişmə prinsiplərinə əsaslanır bu CTF. Token necə dəyişir? Web-sitəyə necə müdaxilə olunur? Ona əsaslanır. Hər CTF-in özünün kuralı var. Əgər CTF boş-boşuna baxıb qırırıqsa, heç bir şey başa düşmürsə, deməli burada nə var? Burada yəni boş-boşuna fəaliyyət yoxdur. Təbii başa düşməliyik hər bir sahədə olduğu üçün. Başa düşsəz irəli çox super olacaq. Bax buradan JVT sözü qalır. Bu aşağıdakı S kimi, yəni dırnağa götürmürsünüz. S kimi basaq knopka və kopya edirik. Bax görürsünüz, bax belə kopya. Dırnaq sözü qalsın. Gəlik müsbət yeni səkmə. Amma web-siti söndürün. Çünki trafiyi yükləyir, hələlik söndür. Gəlsən JVT yazır. JavaScript JSON Web Token. Əslində JSON Web Token belə deyim də bu JSON formatı ümumiyyətlə indi mən bir misal da çəkəcəm JavaScript-dən. Bu token belə bir şeydir də. Baxın JVT baxın gəlir bu hissəyə. Token nə görürsüz burada? Token bax bizə misal göstərir ki, bax obyekt, yəni proqramlaşdırmada obyektlər var da, object deyilir JavaScript-də. Məsələn name, nə, məsələn Gmail, nə, məsələn belə gedəndə indi mən misal da göstərəcəm ona. Və belə bir bunun açıqlaması belə şifrədir. Yəni şifrə ki, yəni şey olmasın. İndi mən yuxarıdan bax elə burada. Bax bunu dəyişirəm, buna baxın. Bax onu həmən bunu orada götürək. Həmən o Ctrl V onu yapışdıram buna bax. Bu tərəfdə görürük. İndi mən buranı dəyişdim, bura qoydum. İndi mən buranı dəyişib admin eləmək istəyirəm. Ondan inəcəm, encoder keçsəm. Bu yerlər dəyişir. Gələm bu tərəfdə standart user-ı. Gələm bu tərəfdə master camel case ilə aşağı xətt admin, camel case ilə aşağı xətt user. Və onu eləyəndən sonra buradakı baba mən burada nə yazıram fikir verin. İndi nə gəldi yazır. Baba görürsüz token dəyişir burada, dəyişir. Deməli token o deməkdir. Şifrəliydi mənim məlumat. Admin user. Və həmən bu şifrəni buradan götürürük və biz JVT, yəni JSON token əslində bu özü sistemdə necə başa düşülür? Məsələn, JVT tokeni biz buradan kopyalasaq, bax gəldik, düz yazdım, yəqin ki, admin user ahım. Gəlik bu hissəyə. Baxın, mən web-site yenə yandırıram. Diqqətli olun, web-site yanır, yenə fəaliyyətə. Gələm bu hissə görürsünüz, qaratmışdı. Buranı silirəm. JVT qalır. Ctrl V edirəm. Yapışdırıram onu. Və aşağıdakını da aşağı düşürəm. Tokeni təbii dəyişdi. Master admin user olacaq. Düzdürmü? Buradan gəlib master camel case aşağı xətt admin camel case aşağı xətt user. Master admin user. Və baxırıq. Gəlin buradan indi forward irəli. Yəni token dəyişib irəli getdikdə təbii ki web-site yanıq olmalıdır. Burada gəlin belə eləyək ki, çox qəşəng olsun bu hissə. Xıl görünsün. Forward irəli veririk və görürük admin olduq. Baxın, logout çıxış, profil, bir də admin gəldi. Çünki niyə? Biz tokende dəyişəydik. Web-site iş oldu. Browserdan məlumatı web-site götürür. Web-site tokenini dəyişdi və avtomatik giriş edir. Bəzi hallarda yox, ümumiyyətlə kiber təhlükəsizlikdə bu hallar çox olur. Məsələn, testlər ellər, login girişdə, logoutda çıxış girişlərdə bir tokenləri dəyişib yoxlayırlar. ID 1 ilə girərmi, 2 ilə girərmi? Bu mövzular çox
yəni lazımlı mövzulardır. Gəlirik nəyə? Demək ki, bu CTF-də kuralları indi mən birinci hissə, ikinci hissəyə böləcəm, başlayacağam. Yəni burada admin olduq. Tokeni dəyişdik. İndi hələlik mən insertör söndürürəm. Gəlim yeni. Bayaq dediyim söhbətə gəldik. Hələlik Burst'ı söndürürəm. Və mən sağ knopka inspect-ə girirəm. Yəni gəlin inspect-ə girək. Inspect açırıq. Bu bütün brauzerlərdə var, Google Chrome'da falan, hamısında var. Belə deyək də, gəlin bunu mən Windows'da göstərim, burada biraz çətin olar. Gəlin Windows'umuzu, Windows deyəm, üzr istəyirəm, Google Chrome'u açaq. Chrome'da sağ knopka inspect, çox rahatdır burada işləmək. Console bölümünə gəlirik. Gəlin belə bir şey düşünək. JavaScript-də, yəni bu console bölümü ümumiyyətlə JavaScript-də kodların yazılması üçün nəzərdə tutulur. Bütün brauzerlərdə sağ knopka inspect edirsiniz və belə gəlir. Bunu indi mən yandan həmişə işlədərəm. Və bu hissədə biz saytın ümumiyyətlə elementlərini görürük burada nə varsa. Console bölümündə isə JavaScript kodları test etmək olar. Mən nəyə görə bunu göstərirəm? GVT necə olar? Məsələn, var dəyişkəndir JavaScript dilində. Məsələn, dəyişkən bir user, istifadəçi yaradıram. Bərabərdir hansı bir objektə. Təbii ki, user.name bayaq yazdığımız kimi də bərabərdir emin. Düzdür? Nöqtə verəcək. Getdi. User.age bərabərdir. Düz yazıq. .age bərabərdir 41. Öz yaşımı yazdım. User.pass bərabərdir 1, 2, 3, 4, 5. Düzdürmü? Əla. İndi yazıram user. Baxın. Name emindir. Age 41'dir. Pass 1, 2, 3'dür. Elə token yaradırdı. Özü belə, daha doğrusu token yaratmır da bu şifrələmir bunu. Belə yanlış çıxar. Bunu obyekt yönündə, object yönündə yazdım. Və bu elə bizim JVT-də, gəlin baxaq. JVT-yə uyğundur və biz obyekti sonra tokenləyəcəyik. JSON-dan tokenləyəcəyik həmin obyekti. Baxın, eynən onun kimi yazıb. Gəlin decoder, encoder bölümünə girək. Baxırıq. Bu şərtlərə uyğun biz bunu götürə bilərikmi? Gəlin bunu buradan belə qəşəngcə götürək. Və baxaq, buradakı şərtlərə uyğun düzəldək. Məsələn, deyim, burada üzr istəyirəm. Məsələn, subject, məlumatlar. Təbii ki, subject, dırnaqçı göstərməlidir. İndi baxırıq. Təbii ki, burada hamısı dırnaqçı göstərməlidir. 1. Təbii 2. Burada dırnaqçı 1. 2. Biz oradan elə qoyduq, fərq eləmir. Aşağı düşək. Aşağıda da 1 və 2. Eyni məntiqə əsaslanırıq da, belə deyək də. 1 və düz istəyəm, buradan keçsin də. 2 və keçirik aşağı. Burada bir dənə, burada da bir dənə burada da ataq və bir dənə də bura ataq, bir dənə də bura ataq. Həla, biz nə görürük? Tokenləşdirdi. Yəni JavaScript-də olan obyekt yaratdığım obyekti, həmən bayaq curl-dan o sorğu vermişdim, user-a emin eləsin falan kimi şey. Yəni açıqlamasını verdim ki, JavaScript-də, Java ilə yəni şeyləməyək, qarışdırmayaq onu mən sizə deyim. Yəni onu mən burada eynisi ilə, yəni bu bölümdə eynisi ilə ucaladım bura və name-i emin, belənçi ona uyğun və şifrə verdi. Emin olmasın, başqa da olsaydı, əgər buna baxın, token dəyişir. Və token bu deməkdir. Yəni şifrələmə məntiqi və token dəyişdik biz bu CTF-də. Hətta burada belə deyək, WS School çox maraqlı olanlar buradan da girib baxa bilər WS School-a, yəni codingə biraz baxın. JavaScript-ə girəndə, JavaScript-də biz səhv verəmirəmsə JSON görək. JSON, deyə burada sorğuları görə bilirik. Və bu JSON, tokenləmə, yəni bu sorğuları göstərir ki, məsələn, first name görürsünüz, mənim yazdığım tokenlər kimi. Görək burada token məntiqindən. Bax, buradan baxa bilərsiniz, yəni çoxdur sistemdə. Bax, bunlar eynən buradakı kimi də, belə deyək ki, götürmək olar və yazmaq olar. Və demək olar ki, baba görsən, eyni məntiqdir. Məsələn, mən bunu da götürsəm buradan JSON formatıdır. JSON, yəni formatı deyirlər. Tokendəki şifrəliyir də, görürsünüz, JSON web token. Və buradan gətirib bunu qura qoysaq. Eyni məntiqlə burada da gedir. John,
var. Görsən dəyişirəm, token dəyişir. Şifrələyir də məlumatı, açıq ola bilməz axı ona görə. Gələn dəstə ikinci mərhələdə olacaq. Xahiş edirəm like verməyi unutmayın. İnşallah əhatəmiz genişlənəcək. Nə suallar varsa, yenə deyirəm, səhifənin infosunda saytım baxa bilərsiniz. Həmçinin TikTokda mən varam, YouTube page, YouTube'da onsuz da varam. Məsələn, Instagramda varam. Baxın, suallar verin. Əsasda düşünərək həllər tapın. Yoxsa belə mənə bir çox suallar olur bir çox yerlərdən. Məsələn, baxırsan ki, nəsə eləyib, amma məntiqini başa düşmür. Dəfələrlə eləyin, çalışın, suallar verin. Kiber təhlükəsizlik, ethical hacking ümumiyyətlə elə başa düşür. Yəni CTF-i də dərk edir. Ona görə mən buralara kimi gəlib çıxdım ki, ümumi anlayaq, kodinqdən də bilək necə işləyir sistem. İnşallah Allah amanında görüşərik. Mən yaxında yenə də irəli mövzulara toxunacağam. Allah amanında görüşərik. Sağ olun.